Bir də Azərbaycan torpaqlarının sağa sola belə paylanmasının məsələsində 20-ci illərdə kimlərin rolu var idi? Stalin və Orconikidzenin erməni pərəst mövqeləri və ya anti-Azərbaycan meyilləri. Anti-Azərbaycan sizdə bu fəaliyyəti, Bu arada Ayşən, sən de düşündü arada. Gəldik Naxçıvan məsələsinə. Naxçıvan məsələsinə, deməli, Azərbaycan artıq 28 apreldə sovetləşir, hətta mayın sonuna qədər bütün ərazisi sovetləşmişdir. Amma Naxçıvan ərazisi ən sonda 20-ci iyulda sovetləşir və Veysel Paşanın başçılığı altında Cumhuriyyət artıq sübut edilibdir, Naxçıvan əhalisini qoruyacaq bir qurum yoxdur. Bəli. Veysel Paşanın başçılığı altında Türk qoşunları Naxçıvana gəldilər ki, əhalini erməni qırğınlarından qorusunlar. Bu dövrdə də, yəni 20-ci iyulunda həm də kim gəlir? 11-ci Qızıl Ordu, yəni Rus ordusu gəlir və bunlar kim buradan çıxmalıdır, kim burada qalmalıdır məsələsini bu mübahisəyə çevirirlər. Və əldə olunmuş sazişə görə yekun müqavilə bağlanmayana qədər hər iki ölkənin qoşunları burada saxlana bilərdi. Və Naxçıvan məsələsini nətər həll elədilər? 1921-ci ilin martında və oktyabrında Türkiyə bir də Rus Sovet Rusiyasının deməli nümayəndələri, Türkiyə deməkdir, Osmanlı deyil, nümayəndələri əvvəlcə Moskva saziş imzalayırlar, Moskvada gelişirlər və saziş imzalayırlar. Moskva, Martda Moskva, oktyabrında isə Qars müqaviləsini bağlayırlar. Oktyabrda o da qıya oxşuyur da. Deməli, Moskva sazişinə əsasən Naxçıvana muxtar ərazi statusu verilməli və həmən ərazidə Azərbaycan SSR-in tərkibində saxlanmalıydı. Və Azərbaycan SSR-də bunu üçüncü bir ölkəyə güzəştə gedə bilməzdi. Üçüncü ölkə kimdir? Kimsə işğal eləmək istəyərsə, Ermənistan verilməsi artıq qəbul olunmaz. Bu demək ki, Moskva bəyannaməsi və Moskva sazişi pozulur. Qars, oktyabrda da imzalanmış Qars müqaviləsinə əsasən Moskva sazişi bir daha təsdiqlənir. Naxçıvana yenə muxtar ərazi statusu verilməsi və Azərbaycan SSR-in tərkibində saxlanması qərara alınır. Naxçıvanın ümumi statusu nə vaxt müəyyən edilir? 1924-cü il 9 fevralda yadıma saldım ya. 9 fevralda Naxçıvana muxtar Sovet Sosialist Respublikası statusu verilir və Azərbaycan SSR-nin tərkibində saxlanılır. Oxumazsın, dur.